Salamlar hər bir kəsə, növbəti vlogda qarşınızdayıq. Bugünkü işlərimiz nədir? Müştərilərimiz üçün aldığımız avtomobillərin sənədlərini götürməyə gedirik. Hava yağmurludur. Amma mudumuzu salmırıq aşağı. Tez bir zamanda geri çataq sənədləri götürək. Daha sonra bank ödənişlərimiz olacaq bizim. Much later. Sənədləri artıq təhvil aldıq. 5 ədəd avtomobil idi. Onları sizdən tanış eləmək istəyirik. Santa Fe modelimiz birinci, ikinci 2024-20 modelidir, üçüncü 16 RR Sportdur, Range Rover Sport, yəni son iki model isə Chevrolet Cruze modellərdir, hamısını təhvil aldıq. Növbəti hissələrdə nə olacaq? Daha indi gedirik, hərəkət edirik. Bank götürmələrimiz var, yağış artıq dayanıb. Bank götürmələrimizi reallaşdıraq, daha sonradan bu sənədləri biz avtovozlara təhvil verməliyik ki, avtomobillərimiz sənədlə Azərbaycan ərazisinə daxil olsun. Xarici tex pasportlar necə olursa bilmək istəyirsinizsə, bunlar da belə bir tex pasportlardır avtomobillər üçün. Hamısı burada gördüyünüz hər biri. 24 hours later. Növbəti gündə qarşınızdayıq. Bugünə olan işlərimiz nədən ibarət olacaq? Neçə gündür biz hardasa bir həftəyə yaxındır ki, gözləyirik ki, havalar düzəlsin. Biz gedək avtomobilimizin videosunu çəkək Bakı bazarı üçün. Kia Forte modeli lükslu bir variantdır. Hələ də ki, havalar düzəlmədiyindən axı son qərar olaraq belə bir nəticəyə gəldik ki, bundan sonra bir 4 gündə hava proqnozu göstərir ki, hava yağmurlu olacaq. Biz gedək avtomobilimizi çəkək. Biz hal-hazırda Marnola gedirik. Marnolda tır parkda avtomobilimiz orada artıq 2 həftəyə yaxında gözləyir. Biz onun reklamını elə eləyə bilməmişik. Reklamın tez bir zamanda çəkilişlərini edək, paylaşaq səhifəmizdə. Əgər xeyirli bir qisməti çıxarsa, o zaman avtomobili təhvil verəcək həmin bir şəxsə. Öz bütçəmizdən aldığımız avtomobildir. İzləmədə qaldığın gedişatdan özünüz də görəcəksiniz ki, avtomobil necə ideal bir zədə ilə gəlib. Lükslu komplektasiya olan 2019 Forte modelidir. Onu biz satışa qoyacağıq. Əgər satışda satılmasa, o zaman Bakıya öz hesabımıza göndərib, öz hesabımızdan təmir edib və öz hesabımızdan satacağıq. Bu nüansda artıq Bakı bazarına uyğun bir qiymətə satılacaq. Hal-hazırda isə indirimli qiymətlə satılır. Göründüyü kimi yağış başladı artıq. Video necə çəkəcəyi bilmirik, amma bir ümid gedirik. İnşallah yaxşı olar. 5 minutes later. Gəlib çatdıq tır parka. Baxaq, görək avtomobilimiz necədir. Bəli, tır parka gəlib çatdıq. Avtomobilimiz artıq birinci eləmişik, hazırdır, buradadır, bizim qarşımızdadır. İndi onun təqdimat videosunu çəkəcəyik. İstədiyi vlogda da xırda bir məlumatla göstərək sizə. Lükslu Forte'dir, 2018 dekabr tex pasportlu avtomobil, gün isə 19'dur. Gördüyünüz kimi çox minimal zədə ilə gəlib avtomobilimiz. Kodlanır, akkumulyator sadəcə zəif idi, onu risk elədik. Birazdan səhifəmiz üçün təqdimat videosu paylaşacağıq. Güclü yağış yağır hal-hazırda. Biz artıq avtomobilimizə əyləşək. Mühərriyimizi də işə salaq. Gördüyünüz kimi. Avtomobilimiz də artıq qaldı orada. Təzdən park elədik. Əhməd abiyə də sağ ol. Gürcüstan Azərbaycanlısından çox gözəl bir jest. Ölən, qəzada həyatını itirmiş insanların xatirəsinə həsr olunub. Hər şey yaxşı olacaq. 24 hours later. Salamlar bir daha, növbəti gününüz uğurlu olsun. Bugünə planlarımız bizim nələrdir? 2018 Nira üçün bizdən korobkanın vücumlu oyun və podkapotnik, yəni lavaş istəyiblər. Əlavədən olaraq bizim 1.5 turbo Mini Cooper'in starterini istəyiblər. Bakıya kargo ilə yola salacağıq. Bu proseslərin hamısından agah olacaqsınız. Videonun növbəti hissələrində nəyi necə elədik, onların hamısını görəcəksiniz inşallah. Gördüyünüz kimi hal-hazırda çox güclü probka var. Aralara dayanırıq. Gedək görək nə olur, başımıza nə iş gəlir. 346 minutes later. Bəli, gəlib çatdıq. Ehtiyat hissələrimizi almaq üçün.
Niro'ya aid bütün ehtiyat hissələrimiz burada var. Bəli, gəlib çatdıq Niro ehtiyat hissələrini almağa. Vijimoya artıq aldıq. Gördüyünüz kimi bütün Niro'ya aid ehtiyat hissələri hamısı burada var. Kimə nə lazım olsa bizdən əlaqə saxlaya bilər. Ən münasib qiymətdə tez bir zamanda alıb göndərə bilərik. Növbəti işimiz nədir? Hal-hazırda biz aldıq Vijimo starteri göndəririk Bakıya. Kargoya getməliyik hal-hazırda. Yolda kargoya gedirik. Yağış da yağacaq. Artıq neynədik deyə baxırıq. Heç nə yoxdur. Ortalıqda artıq 3-4 saatimiz gedir. Bir şeyi nəzərimizə çatdırmaq istəyirik ki, çoxuna maraqlıdır. Yəni ki, nə var ya orada bir dənə zapças deyir, amma alırsınız, almırsınız. Deyirsən, vaxt çox gedəcək falan filan. Yəni, təsəvvür edin ki, Bakıda oturubsuz, mən sizə deyirəm ki, Sumqayıtda zapças var, gedin götürün. Hamı deyəcək ki, taksinə yola salamam. Biz onu eləyə bilmirik, ortada məsuliyyət var. Biz o ehtiyat hissəsinə baxarıq, təmizliyindən əmin olmalıyıq. Ondan sonra onu götürüb kargoya təslim eləməliyik. Yəni, hər bir şey göründüyü kimi asan və rahat deyil. Yəni, biz də sizlər üçün əziyyət çəkirik. Və budur, növbəti hektik günümüzün sonuna gəldik. Ehtiyat hissələrimizi artıq kargoya təhvil verdik və saat 8-ə qalır, 8-ə 5 dəqiqə qalır, səhv eləmirəmsə. Və biz artıq bir tikə yemək yeyəcəyik, günorta abed yeməyimizi yeyirik. Yəni təsəvvür edin, yəni necə vaxt keçdi, hardan keçdi bilmədik. Balam üçün almışam, balam üçün.